Abubakar ağıl dolusu bir futbol sərgilədi. Yəni ustalıq səviyyəsi göz qabağındadır. Yəni topu qəbul eləməyi, zamanında hara kimə necə ötürmə vermək qabiliyyəti, hətta bir epizodu oldu, Künc bayrağı tərəfində Qəbələnin 2-3 futbolçusu onu sıxışdırdı. Oradan belə çox əla bir ötürmə ilə çıxdı. Təəssüf ki, Xaçar necə gəldi, oynadı, o topu itirdi. Adamın zülmlə çıxartdığı topu çox rahat şəkildə itirdi. Bax, keyfiyyət də, səviyyə fərqi də budur, legionerlərlə bəzi yerlər arasında. Amma Abubakar hələ ideal formasında deyil. Oyundan sonra Çıxadadze də bu barədə danışıb. Daha doğrusu Abubakarla bağlı sual veriblər. Deyib, usta futbolçu səviyyəsi var, amma hələ ki, ideal formasından uzaqdır. Biraz ağır görünür. Məncə bir neçə həftə lazımdır ki, daha yaxşı formaya gəlsin, biraz yüngülləşsin. Çünki bəli, belə oyunlarda Abubakar lazımdır. Hardasa lazım olan yerdə ayaq qoyacaq, hardasa topu saxlayıb hücumun düzgün inkişaf eləməyinə öz töhfəsini verəcək, hardasa topu düzgün qəbul edəcək gövdəsi hesabına, ikinci dalğanı gözləyə biləcək. Bunlar hamısı öz yerində, amma daha üst səviyyəli rəqiblərlə oynamaq üçün onun biraz da yüngülləşməsi lazımdır. Sadəcə bu oyunda mən istəyirəm məsələyə toxunum. Abubakar meydana daxil olduğu dəqiqələrdən etibarən Qəbələ biraz dərin müdafiədə oturmuşdu. Biz Abubakarın sürət keyfiyyətlərini görmədik. Yəni bir boş zonaya top atsınlar, sürət yıxsın, qaçsın. Onu görmədik deyə bir şey deyənmərəm. Amma ümumən bir tərəfdən baxırsan ki, çünki biz onun məşqdən də görüntülərini görmüşdük. Onun tibbi müayinədən keçərkən belə deyək, bədənini tam görmüşdük. Artıq çəki görünmür. Özü belə gövdəli, iri adamdır. Amma hələ ki ağırdır. Biraz, yəni mən Beşiktaşda oyunlarını xatırlayıram da, yəni 2 il əvvəl olan oyunlardır, elə çox da keçməyib. Biraz yüngülləşməlidir. Abubakar məsələn indi yeriyə komandaya xeyir verdi. Yəni hələ ölü vəziyyətdədir. İndi gör diriləndə necə olacaq? Əlbəttə ki, ustalığına heç şübhə yoxdur. Sadəcə ona bir neçə həftə mütləq lazımdır. Amma adam zövq alır deyə, o topu qəbul eləyən kimi verdiyi ötürmələr var idi. Ağıl dolu bir futbol. Yəni səviyyə budur. Gəzə-gəzə sən demiş, bir qol vurdu, bir ötürmə verdi. Gəzə-gəzə elədi bunu.